sevərək biz Rəcəb ayına daxil olaq. Ta eynər Rəcəbiyyun bizə şamil olsun. Bir məhşərdə deyəcəklər, Rəcəb ayına hörmət eləyənlər, bu aya daxil olanda sevinənlər, bu ayın hörmətini saxlayanlar, bu ayda istiğfar eləyənlər, bu ayda oruç tutanlar hanı gəlsinlər? Allah bizi onlardan qərar verir. O nida bizə də şamil olsun məhşər günü. Rəcəb ayını sevin, Rəcəb ayını sevərək daxil olun. Rəcəb ayında əməllərimizi düzəltməyə çalışaq. Allah şahiddir ki, əməllərimiz çox pis vəziyyətdədir. Əlbəttə, mən özümü deyirəm. Əməlim çox pis vəziyyətdədir. Allah bizi islah eləsin. Allah Teala bizi üzdə müsəlman və üzdə namaz qılan muqet qərar verməsin. Bəzi vaxt insan elə üzdə mömindir, içərdə mömin deyil. Elə üzdə səcdə eləyir, üzdə ruku eləyir. Daxili Allaha təslim olmuyor. Daxil Allaha təslim olsa, içərdə xovfullah yaranar, Allah qorxusu yaranar. Bəzi vaxt alnımı səcdəyə gətirirəm, daxilimdə Allah qorxusu yoxdur. Allaha pənah aparıram o səcdədən. Allaha pənah aparıram o rukudan. Allaha pənah aparıram o namazdan. Allah daxilimizi islah eləsin. İslah da öz başına olmaz. Bir halva deməkdən ağız şirin olmaz. İslah üçün cəhd eləmək lazımdır. İslah üçün nəfsi tapdalamaq lazımdır. İslah üçün bəzi rahatçılıqlardan keçmək lazımdır.